Çempionlar Liqasının yarımfinalında bir-birindən tamamilə fərqli, amma eyni dərəcədə fantastik duel gördük. Siz kanalımıza abunə olun, biz isə həm hər iki maçın taktiki analizini edək, həm də cavab görüşündən taktiki gözləntilərimizi paylaşaq. Əlbəttə ki, ilk öncə PSG və Bavariya haqqında danışmaq lazımdır. PSG-Bavariya duelində 9 qol vuruldu ki, bu da Çempionlar Liqasının yarımfinal mərhələsinin rekordudur. Hardasa bunu FIFA və ya TikTok oyununa oxşatmaq olar. Əgər gənc azərkeşlər futbolu sevmək istəyirlərsə, bu qarşılaşma onun ideal bir nümunəsidir. Və biz analizimizdə qeyd edəcəyik ki, niyə görə cavab görüşündə də bizi oxşar ssenarili bir oyun gözləyir. Amma əlbəttə ki, gəlin qaydaq bu oyuna. Bir tərəfdən Bavariya Münxen var idi, hansı ki öz A oyununda daha dominant idi və biz bunu qeyd etmişdik və bu oyunda da əslində XG göstəricilərinə görə Bavariya hardasa PSG-ni yarım qol məğlub etdi. Belə ki, Bavariyada bu göstərici 2.49, PSG-də isə 1.91 idi. Amma Bavariyanın problemi nədən ibarət idi ki, Bavariya rəqibin qapısında, rəqibin əslində ikinci qapıçısı Safonov olmasına baxmayaraq, onu uzaqdan və ya bir qədər qeyri uyğun, belə deyək ki, ideal olmayan mövqelərdən yoxlamaqdansa işi nağdına, sonuna qədər çatdırıb, yəni %100 qol epizodlarına girib oradan qol vurmaq istəyirdisə, PSG isə yarım epizodları belə maksimal şəkildə dəyərləndirməyə çalışırdı və əlbəttə ki, ədalət naminə qeyd edək ki, Safonov yenə də 2 ciddi seyv elədi, 4 qol buraxmasına baxmayaraq, amma Neuer qapıda sadəcə azərkeş kimi durdu. Belə ki, onun qapısına 5 zərbə vuruldu və bütün zərbələr qolla nəticələndi. Mən başa düşürəm ki, Bavariyanın bir qism azərkeş Neuer'i komandanın canlı əfsanəsi sayır, bu da haqqınadır. Amma Neuer eyni zamanda gözləntilərindən çox-çox aşağı oyun keçirdi. Misal üçün 4-cü və 5-ci qollara baxaq, hər iki qol yaxın küncə vurulur və xüsusilə 5-ci qolun trayektoriyası nə qədər hiləgər olsa da, yenə də bu təcrübəli qapıçıdan sən belə epizodların ən azından birini xilas etməyi gözləyirsən. Ümumiyyətlə, Neuer'dan danışdıqda, Neuer özü Çempionlar Liqasının play-off mərhələsində qapıçı səhvindən qola gətirilən statistikaya görə birinci yerdədir. Belə ki, onun 10 belə səhvi var və uzağa da getmək lazım deyil. 2 il öncə xatırlayırsınızsa, həmin o Joselu fenomeninin doğulduğu Real Madrid-Bavariya görüşündə maçın sonlarında Neuer bir yox, bir dəfəlik 2 kobud səhvə yol verdi və nəticədə həmin mövsüm Alman finalının qarşısını almış oldu. Oyuna gəldikdə isə niyə görə biz bunu TikTok və ya FIFA oyunu adlandırırıq? Çünki adətən biz top komandalardan gözləyirik ki, mürəkkəb kombinasiyalar olsun, çox gedişli hərəkətlər olsun və onun nəticəsində qol əmələ gəlsin. Amma gəlin 4 qolun sadəcə xəritəsinə baxaq. Biz görürük ki, bir neçə pas buna kifayət edir. Həmin qollar arasında əlbəttə ki, Olise'nin vurduğu bərabərlik qolu, sonra Xviçanın 4-cü və Osman Dembele'nin 5-ci qolları və eyni zamanda Luis Diaz'ın vurduğu maçdakı son qol da aiddir. Amma oyunun taktiki tərəfinə getdikdə isə biz çox maraqlı şeylər görürük. Belə ki, xatırlayırsınızsa, Bavariya Münxen haqqında danışanda qeyd etmişdik ki, Bavariyada 1 man marking var, 2 həddindən artıq Hansi Flick'in Barcelona sayağı yüksək xətt var və PSG əslində vurduğu 2 qolun, özəlliklə də 1-ci və 4-cü qolu həmin 2 elementin birləşməsindən istifadə edərək vurmuşdu. Bavariya özü PSG-nin yüksək xəttini bir dəfə cəzalandırdı və o da Luis Diaz'ın qolu ilə qeyd olunmuşdu. Digər tərəfdən isə PSG-dən danışanda qeyd etmişdik ki, komanda build-up'ı 3-1-6 taktikası ilə etdiyindən adətən bu zonada böyük boşluqlar əmələ gəlir və Luis Enrique də öz komandasını mümkün qədər yuxarı çıxardır ki, rəqibə aid olan hissədə komanda təhlükəli epizodlar yaratmağa başlasın və bunun da ideal bariz nümunəsi Bavariyanın vurduğu 2-ci qoldur. Gəlin bir-bir həmin epizodları incələyək və onların necə komandaların taktiki güclü və zəif tərəflərinin üstünə düşdüyünü göstərək. Əvvəlcə gəlin hələ xronologiyanı pozaraq Bavariyanın qolundan başlayaq. Baxın, bu epizodda görürük ki, PSG-nin oyunçuları orta koridoru qapaya bilməyiblər. Baxın, bu boşluqda heç bir oyunçu yoxdur və bundan da istifadə edən Olise top alaraq bir neçə gediş edərək mərkəzdən qapını nişan alır və hesabı həmin anda bərabərləşdirir. PSG-nin 2 qolu isə həddindən artıq çox maraqlı idi. Xatırlayırsınızsa, biz PSG-dən danışanda onu da qeyd edirdik ki, komandada əsas məqsəd ondan ibarətdir ki, 2 oyunçu mümkün qədər cinahlara qaçır və meydanda 3 və ya 4 oyunçu meydanın bu hissəsində floaters, yəni sərbəst hərəkət edən, üzən futbolçu funksiyasını yerinə yetirir. Baxın, bu qolda həmin funksiyanın öhdəsindən Desire Doué gəlir. Çünki nominal olaraq Xviça sol cinah vingeridirsə, Doué sağ cinah vingeridir. Amma sağ cinahı tam olaraq özlərinə Əşrəf Hakimi götürüb. Ona görə Desire Doué sol cinaha düşüb və burada bir neçə maraqlı məqam var. Əslində bunun screenshotla daha yaxşı görürük. Birinci olaraq gəlin Bavariyanın sağ cinah mərkəzi müdafiəçisi olan Jonathan Tah'la Stanisic'in arasındakı boşluğu göstərək. Baxın, istənilən halda əgər PSG-də oyuncular bir qədər tez hərəkət etsəydilər,
həmin boşluğa da rahat şəkildə oyunçu girə bilərdi. Amma burada başqa bir şey baş verir. Burada PSG Doueni sol cinaha yükləməklə, Bavariyanın da mən markingini biraz qırmaqla Vitinha pas sayəsində çox maraqlı bir birəbirlər yaradır və əlbəttə ki, Xviça Kvaratskhelia-nı hansısa müdafiəçiyə qarşı birəbir saxlamaq müdafiə olunan komanda üçün ölüm hökmüdür. Baxmayaraq ki, burada Stanisic var idi. İstənilən futbolçu ola bilər. Bunun futbolçunun fərqi yoxdur. Əsas burada +1 müdafiədə olmalıdır, amma bu baş vermədiyindən Xviça da mükəmməl şəkildə qolunu vurur. Digər tərəfdən isə xatırlayırsınızsa biz qeyd etmişdik ki, PSG-nin mən markingi qırmaq özəlliklərindən biri ondan ibarətdir ki, bir oyuncu aşağı düşür, o bir oyuncu isə içəri girir. Baxın burada Desire Doué meydana ikinci hissədə girmiş, Laymeri özünə çəkir, o zona boşalır və həmin zonaya Əşrəf Hakimi girir və bunun da nəticəsində PSG 4-cü qolunu vurur. Və daha bir maraqlı fakt ondan ibarətdir ki, xatırlayırsınızsa biz PSG-nin üstünlüyündən danışanda danışmışdıq ki, PSG Bavariyanı nədə məğlub edə bilər? Bu da oyunu müxtəlif rejimlərdə oynamaqla, yəni lazım olsa sadəcə olaraq steril və quru topa sahib olmaq sayəsində Bavariyanı bir qədər neytrallaşdıra bilər, rəqibi topun dalınca qaçmağa sövq edib eyni zamanda öz qapısında təhlükəni neytrallaşdıra bilər. Bavariya üstünlüyündən danışanda danışmışdıq ki, Bavariya mövsüm boyu pikdədir. PSG isə enişli yoxuşlu gedir. Biz PSG-nin əslində enişli yoxuşluğunun da şahidini bu oyunda gördük ki, təhlükəli epizod yaratmaq üzrə Bavariya daha yaxşı, daha kəsərli idi. Sadəcə PSG daha effektiv idi. PSG-də maraqlı məqam nədən ibarətdir? 60-cı dəqiqədən sonra Luis Enrique maçdan sonra özü də bunu qeyd etdi ki, həmin o steril topa sahib olub, topa sahib olmaqla oyunu qurutmaq strategiyasına keçdi. Amma bu strategiya iflasa uğradı. Belə ki, həm iflasa uğradı, həm də ki, hardasa işlədi deyə bilərik. Çünki 64-69-cu dəqiqədə PSG qapısından 2 qol görür. Oyun demək olar ki, bərabərləşir. Bundan sonra həm də Bavariya bir qədər yorulur və maçın son 20 dəqiqəsində nə qapıda qol olur və eyni zamanda cəmi 2 təhlükəli zərbə oldu. Amma bu müddətdə Bavariya o 2 qoldan əlavə ümumiyyətlə son 30 dəqiqədə maça tam dominə edən komanda idi. Belə ki, bir tərəfdən qapılara zərbə 6-nın 1-i idi. Əlbəttə ki, orada Safonovun da seyvi və qapıya düşməyən zərbələr nəzərdə tutulur. Digər tərəfdən isə Bavariya eyni zamanda 1-0-2 xG-ni burada yaratdı, amma istifadə edə bilmədi üstünlüyündən və ən əsasdakı topa sahib olmaq da 70-in 30-a Bavariyanın xeyrinə idi. Bütün bunlar onu göstərir ki, PSG-nin həmin o ikinci universal rejimi bu maçda işləmədi və bu da bizə onu düşünməyə və ümid etməyə rəvac verir ki, PSG çox yaxşı papağını qoyub qabağına düşünəcək. Çünki ikinci oyunda da bizim gözləntimiz nə ola bilərdi ki, bu maç belə xaosdan bir qədər qapalı maçı çevrilmək üçün komandalardan biri oturmalıdır qapısına. Amma PSG-nin bu rejimi iflasa uğradı. Enrique bunu birbaşa şəkildə etiraf elədi. Kampaniya oyundan sonra dedi ki, biz bu rejimi ifrat dərəcədə də davam etdirəcəyik. Ona görə də biz ümid edirik ki, ikinci maçda da birinci oyunun arxasını görəcəyik. Yəni, bilməm nə qədər çox qollu olacaq, amma çox xaotik, yaxşı mənada əlbəttə ki, və hər iki komanda bir-birini limitləmək, riskləri minimallaşdırmaq yerinə öz güclü tərəflərini maksimallaşdırıb, eyni zamanda müdafiə planında da bütün problemləri daha da çılpaqlıqla üzə qoyacaq və biz də möhtəşəm oyun gözləyirik. Əlbəttə ki, yenə də Bavariya bir qədər effektiv olsa öz vəziyyətlərindən istifadə etməkdə, Bavariya daha yaxşı oynayır oyunu nəinki PSG, amma PSG-nin də üstünlüyü artıq əmələ gələn bir növ Çempionlar Liqası təcrübəsidir. Burada ayrıca ad kimi əlbəttə ki, Xviça Kvaratskhelia-nı qeyd etmək lazımdır. Xviça Kvaratskhelia bu turnirin play-offunda artıq 7 qol vurub 2 assist edib. Bu göstəriciyə görə o PSG-nin rekordçusudur və bu mövsümdə ən məhsuldar oyunçudur. Ümumilikdə ötən mövsüm qızıl topun sahibi Osman Dembele PSG-nin heyətində 14 qol hərəkət etmişdi, yəni qol plus pas. Xviçada artıq bu göstərici 10+5-dir. Ümumiyyətlə Xviça olmasaydı bəlkə PSG Chelsea məğlub olub mübarizəni kənarlaşdıra bilərdi. Xviça həmin ötən mövsüm bir növ Donnarummanın PSG üçün yerinə yetirdiyi bir funksiyanı yerinə yetirir. Siz necə fikirləşirsiniz? Əziz həm sadəcə futbol azarkeşləri və xüsusilə də Bavariya və PSG azarkeşləri bizi ikinci oyunda necə oyun gözləyir və bu dueldən finala kim vəsiqə qazanacaq? Biz də keçək Atletico Arsenal maçına. Xatırlayırsınızsa biz zarafatla da deyirdik ki, bu harambolların duelidir, amma eyni zamanda bir tərəfdən də biz belə adətən gözləntilərin endiyi maçdan, həm də Çempionlar Liqasının yarımfinalından möhtəşəm bir futbol gözləyirik. Əslində taktiki və analitik dildə danışsaq, əgər PSG Bavariyada xaosun və eyni zamanda ancaq bir hücum planının triumfu var idisə, burada hər iki komanda bir-birinə qarşı çox yaxşı taktiki hazırlaşmışdılar. Əsas
məqsəd əlbəttə ki, riskləri minimallaşdırmaq idi. Qeyd edək ki, riskləri minimallaşdırmaq bu mövsümki heyətinə görə, bu mövsümki heyətindəki problemlərə görə Atletikoya sərf edirsə, Arsenalı bir qədər effektivlik baxımından daha aşağı salır və bunun nəticəsində əlbəttə ki, Arsenal son bir ay yarımda nəticələr baxımından da əziyyət çəkməyə başlayıb. Lakin bu oyuna gəldikdə bu oyunu iki hissəyə bölmək olar. Birinci hissədə hardasa bərabər oyun gedirdi. Arsenal rəqibini kifayət qədər effektiv şəkildə neytrallaşdıra bilirdi. Amma eyni zamanda da oyundan rəqib qapısına hər hansı bir zərbə vurmadı. Komandanın rəqibinə vurduğu yeganə zərbə penaltidən gələn zərbə idi. Digər tərəfdən oyun ərzində Atletico Arsenalı kornerlərdə yaxşı neytrallaşdırmışdı. Sizə bu bir qədər şişirdilmiş gələ bilər, amma Atletico həddindən artıq çox kornerlərdən qol buraxır və Arsenal isə əksinə kornerlərdən çox güclüdür və bu arada bu element Emirates'dəki oyunda çox həlledici ola bilər. Amma fasilədən sonra Atletico bütün aspektlərdə Barcelona rejimini işə saldı. Hətta bəxtsizliyində də xatırlayırsınız əlbəttə ki, ikinci hissənin bərabərlik qoluna gedən yolda artıq Atletico 2 dəfə fərqlənə bilərdi. Özəlliklə o epizodların biri 2 qat zərbə idi qapıya, bəxti gətirmədi, Atletico'nun fərqlənə bilmədi. Sonra Griezmann'ın qapı dirəyi olmuşdu. Yəni bütün bunları götürsək əlbəttə ki, günün sonunda niyə görə Atletico'nun XG-si 2.23, Arsenalda isə bu 1.51 idi. Bunu başa düşmək olar. Amma oyunu analiz edəndə nəyə qeyd etmək olar? Arteta'nın birinci hissədəki ümumiyyətlə oyuna hazırlığı nədən ibarət idi? Belə ki, adətən sağ cinahda oynayan Rice, yəni mərkəz sağda oynayan Rice bu dəfə mərkəz solda oynamışdı. Bunun da əsas məqsədi ondan ibarət idi ki, Lukmanı mümkün qədər neytrallaşdırsın. Bunu görmək üçün gəlin Rice'ın bu maçdakı xəritəsinə baxaq. Amma burada biz maraqlı fakt ondan ibarətdir ki, hər iki tərəf özünü lazım olandan artıq sığortaladı. Buna cavab olaraq Simeone nə etmişdi və bu onun oyundan əvvəlki planı idi. Öz sağ cinahında yerləşən Lukman bir qədər arxaya kömək elirdi, öz müdafiəçisinə kömək elirdi və baxın, bu Lukmanın adi bütün mövsümlük istilik xəritəsidir və bu isə Arsenal maçdakı istilik xəritəsidir və Lukman o qədər də effektiv olmamağının qabaqda əsas səbəblərindən biri ondan ibarət idi ki, o arxada qarantiya edirdi ki, Arsenal cinah müdafiəçisini birə-bir tutmasın. Digər tərəfdən maraqlı faktor nədən ibarət idi? Belə ki, Arsenalın özünün sağ cinahı Arsenalın ən böyük problemlərindən biri idi. Burada çox problemli olan Ben White oynayır. Bu arada Simeone məhz Ben White'ın cinahına bütün stavkanı etdi və bu stavka günün sonunda özünü doğrultdu. Amma Ben White-la yanaşı ona kömək üçün Odegaard da biraz düşməyə başladı aşağı. Nəzərə alsaq ki, Madueke man markingdə o qədər də intellektual deyil, o qədər də mükəmməl deyil. Ona görə həmin cinahda oynayan Ruggeri oyunda bir nömrəli oyuncu oldu açar paslara görə. Baxın bu statistikaya. Ruggeri bu maçda 4 açar pas atdı və onun da məntiqi əslində dediyim kimi bir tərəfdən Odegaardın aşağı düşərək Ben White'ı sığortalaması, digər tərəfdən isə Madueke'nin personal man markingində, yəni adam tutmasında qeyri-effektivliyi və ümumiyyətlə deyərdim nizam-intizamsızlığı idi, hansı ki Madueke'nin mənfi cəhətlərindən biridir. İkinci hissədə əlbəttə ki Atletico Barcelona rejimini işə salandan sonra birinci 30 dəqiqədə Arsenalı məhv etmişdi. Hardasa orada topa sahib olmaq 72-nin 28-ə və eyni zamanda qapılara zərbə 10-0 idi. Amma Arteta da bütün hücum xəttini dəyişməklə bir növ oyunu bir qədər sakitləşdirib, bir qədər neytrallaşdıra bildi. Əlbəttə orada maçın sonunda çox qalmaqallı bir qərar var idi. Amma biz penaltilərdən o qədər də danışmayacağıq. Sadəcə bir şey qeyd edək ki, bir tərəfdən Eze kontaktı şişirtdi. Yəni özünü bir qədər teatral şəkildə yerə atdı. Lakin adətən hakim penalti veribsə, VAR onu yalnız o zaman öz yanına çağırır ki, nə zaman ki əmindir ki, hakim çox kobud bir səhvə yol verib. Amma burada Hansko nə topa toxunur, amma eyni zamanda Eze'nin ayağına toxunurdu. Əlbəttə ki, o biri yandan biz çox şeylər də deyə bilərik. Deyə bilərik ki, Ben White'ın da əlinə top dəyəndə bədənindən dəymişdi, lakin əl qeyri-təbii vəziyyətdə idi. Paralel olaraq Gyökeres'in penaltisi təmiz penaltidir, amma İngiltərə çempionatında dəfələrlə belə şeylər penalti verilmir. Ona görə gəlin hər hansı bir hakimlik qalmaqalını qoyaq qırağa. Biz sadəcə olaraq sizə rəqiblərin maçın əvvəlində bir-birinə etdikləri adaptasiyalardan danışdıq. İkinci tərəfdən ikinci hissədə 30 dəqiqədə Atletico necə dominasiya elədi və son 15 dəqiqədə Arteta bu maçı necə bir qədər sakitləşdirə bildi. Günün sonunda etiraf edək ki, Arsenal üçün 1-1 səfərdə çox müsbət nəticədir. Barcelonanı səfərdə məğlub etməyinə baxmayaraq Atletico Madrid səfərdə çox bərbaddır, yəni öz standartlarına görə. Amma əlbəttə ki, hər kəsə məlumdur ki, Çempionlar Liqasının 4 komandası içində bu həftə sonu ən ağır iş məhz Arsenal çiyinlərinə düşür. Belə ki, PSG oyunu təxirə salır, Bavariya çempion olub, Atletico Madrid ikinci heyətlə çempionat oynayacaq, amma Arsenal çempionluq uğrunda daban-daban mübarizəsindədir Manchester City ilə və Fulham ilə Arsenalı ağır oyun gözləyir. Həmin oyun və oyunu eyni zamanda Atletico ilə
cavab görüşünü necə idarə edəcək? Bu məncə Artetanın bu mövsümünü həll edəcək. Çünki Arsenal Emirates oynayır. Son olaraq onu bir daha təkrar edək ki, bu maçda cəmi bir korner oldu Arsenalın. İkinci maçda yəqin ki, Arsenal buna daha çox stavka verəcək. Bir sözlə bizi cavab görüşündə də fantastik taktiki duel gözləyir və mən istisna etmirəm ki, maçın taleyi son 30 dəqiqədə həll olunacaq. Əgər bu maçda hər kəs bir-birə son 15 dəqiqədə razılaşdısa, cavab görüşündə udulan komanda əlindən gələni edəcək ki, finala vəsiqə qazansın. Yenə də Arsenal əgər hücum edən o aqressiv Bavariya Münchenlə liqa fazasındakı ikinci hissədəki hücum fazasını işə salsa, o rejimini işə salsa, qələbə şansları çoxdur. Sonda üzümü sizə tuturam, əziz Atletico və Arsenal azarkeşləri. Siz ikinci oyundan nə gözləyirsiniz? Ümumiyyətlə birinci oyundan gözləntiləriniz doğruldu mu yoxsa yox? Və bu cütlükdən sizin fikrinizcə kim finala vəsiqə qazanacaq? Bizim videomuzu bəyəndinizsə kanalımıza abunə olun və like düyməsini sıxın ki, növbəti belə videolar gəldikdə onları buraxmayasınız.